Sabahınız xeyir. Bu videonu çəkirəm, amma bu bir neçənci cəhdimdə artıq. Çünki bilmirəm, heç çöldə video çəkmədiyimə görə özümü biraz diskomfort hiss edirəm və üzbə-üzümdə bir bina var və binanın bütün sakinləri elə bilirəm mənə baxır və aşağıda da mağazalar var, onlar da elə bilirəm mənə baxır. Yəni bilmirəm, özümü bir qəribə hiss edirəm. Bu günləri belə eqomatımı düşürmüşəm həyətə və atmışam burada səhər yürüyüş eləyəndə buranı gördüm və düşündüm ki, burada çox qəşəng matımı qoya bilərəm, bir də qəşəng kitabımı oxuya bilərəm. Kitabımı da düşürdüm, biraz oxudum kitabımı, biraz yazdım. Sonra da düşündüm video çəkim. Əslində gör necə əslində ideal səslənir. Səhər yürüyüş eləmək, sonra işlərini bitirib həyətə düşmək, həyətdən mat sərib və kitab oxumaq, yazmaq. Yəni mənim maraq dairəm bunlar olduğu üçün bunları eləyə bilmədiyim günlər olur. Hansı ki, fasilə verdiyim vaxtlar, bədənimizin payız dövrü adlandırdığımız zamanlar. O zamanlarda bəzən zehni, emosional, fiziki olaraq yoruluruq və qəlbimizdən ürəyimizdən heç nə eləmək gəlmir. Sadəcə yatmaq istəyirik bəzən istirahətə ehtiyacımız olur, bəzən səhər tez oyana bilmirik. Özümdən danışacağım, özümü nəzərdə tutub danışacağım ki, bəzən eləyə bilmirəm və bu vaxtlarda izlədiyim başqa insanlara, hansı ki, dediyim kimi, maraq dairəm bu sağlam həyat olduğu üçün, bu insanlar da mənə daha çox motivasiya verdiyi üçün belə insanlar daha çox izləyirəm. Onları da görəndə özümdə bir əksiklik hiss edirdim ki, yəni mən davam elətdirə bilmirəm və mən indi məsələn eləmirəm onları, biraz daha özümü kompleksdə hiss edirdim. Sonra zamanla yenidən başladıqca, səhər yürüyüşləri eləməyə və yaxud da yenidən başladıqca 5 dəqiqəlik də olsa, 10 dəqiqəlik də olsa meditasiyaya və yaxud da ki, kitab oxumağa yenidən başladıqca baxdım ki, əslində özümü burada qınamağa, günahlandırmağa ehtiyac yox imiş. Əslində elə ən birinci ehtiyacım olan da özümü anlamaq imiş ki, özümü anlayım və günahlandırmadan bugün bədənim bunu tələb eləyir. Demək ki, bugün bunu eləməliyəm. Demək ki, bugün bu mənə yaxşı gələcək. Belə bir şey deyim də, özümü məcbur eləyib bir şey eləyib. Düzdür, bəzən bu rutin üçün vacibdir ki, özümüzü yerdən qaldırmaq. Çox vacibdir əslində bu məqamda. Amma bəzən həqiqətən də ehtiyacımız olan uzanmaq, yatmaq olur. Keçən dəfə bir tanışım belə bir şey paylaşmışdı ki, bəzən yatmaq istəməyimizi, yatmaq ehtiyacımızı çox abartırıq və bunu psixoloji problemlərlə və yaxud da ki, daha problemli bir şeyə çeviririk, böyüdürük, onu böyük bir şeyə çeviririk. Hansı ki, yatmaq istəyim bəzən ən təbii haqqımız, təbii ehtiyacımız olur ki, yəni yatmaq istəyirik. Yəni buna görə də bəzən özümüzü günahlandırırıq ki, mən tənbələm və yaxud da ki, halsızam və yaxud da ki, nəsə problem var ki, yəni özümü halsız hiss edirəm. Bu əslində vurğulanmalı mövzudur ki, hansı ki, vurğulamaq lazımdır ki, düşünmək lazımdır üstündə ki, bəzən bu vitamin əksikliyindən, bəzən nəsə zehni yorğunluqdan, əlbəttə ki, bunların hamısı düşünülməsi lazım olan mövzulardır, amma bəzən də sadəcə yatmağa ehtiyacımız olur. İndi bunları eləyəndə birdən ağlıma gəldi ki, əslində mənim elədiyim və mən bir neçə vaxtdır bunu düşünürəm ki, bəs mənim elədiyim də bu deyilmi? Hansı ki, səhər oyanıram, yürüyüş eləyəndə həmin vaxt mən çox sevirəm deyə belə yürüyüş eləyəndə kiminsə şəkli mənə motivasiya verə bilir və yaxud da videosu və ani bir motivasiya verib mən dura bilirəm yerimdən. Eləcə də özüm də çox sevirəm belə paylaşmağı. Amma birdən düşündüm ki, əslində mənim paylaşdığım da kənardan məni izləyən hansısa bir tanışımı belə hiss elətdirmir ki, hansı ki, özündə əksiklik bəlkə hiss eləyir, bəlkə özünü daha davamsız, daha rutini olmayan kimi hiss eləyir. Buradan əslində bu videonu da ona görə çəkirəm ki, əslində kənardan izlədiyimiz həyatlar nə qədər ideal görsənir.
bəzən bunların hamısına deyirik ki, mən bunu bacarmıram, mən bunu eləyə bilmirəm. Bəzən özümüzü çox qınayırıq, özümüzü anlamadan, yaşadıklarımızı anlamadan, nələr yaşadığımızı, nələr o həyatın içində, bizim həyatımızın içində biz varıq və biz ən yaxşı bilirik ki, nə hisslər keçiririk, nələr yaşayırıq. Yəni ona görə də düşündüm ki, bunu paylaşım ki, məsələn, mən bir neçə ay idi səhər yürüyüşləri eləmirdim. Bir neçə gündür ki, yenidən başlamışam səhər yürüyüşləri eləməyə. Hətta mən bir neçə gün ara verməmişəm, bir neçə həftə ara verməmişəm, mən bir neçə ay ara vermişəm. Burada gücü oturub əlimdə. Bir neçə ay ara vermişəm. Və bir neçə ay ara verəndən sonra başlamışam səhər yürüyüşlərinə. Sağlam qidalanmanı da, əgər məni Instagramdan izləyirsinizsə, sağlam qidalanmanı 4-5 ildir nəzarətdə saxlayıb davam eləməyə çalışıram. Çünki sağlam qidalanmayanda özümü çox yorğun, çox bitkin, çox da yaxşı hiss eləmirəm. Ona görə də həm də ruhən yaxşı hiss eləmirəm. Ona görə də bir neçə ildir ki, sağlam qidalanıram, qidalanmağa çalışıram. Amma bir neçə aydır sağlam qidalanmırdım. Yəni sağlam qidalanma da bir askıya alınmışdı, sağlam da qidalanmırdım. Bir neçə gündür yenidən başlamışam sağlam qidalanmanı rutinə salmağa. Bu aylar ərzində davam elədiyim tək şey yazmaq idi. Təkcə buraxmadığım bir şey var ki, o da yazmaq idi. Kitab oxumaq da hətta düşmüşdü 10, 15, 20 səhifəyə gün ərzində. Hansı ki, bu gün ərzində bəzən olurdu 50 səhifə, bəzən olurdu 100 səhifə. Yəni, bura gəlib çatırdı. Amma kitabı belə bəzən olurdu ki, əlimə alırdım və oxuyub heç nə başa düşmürdüm. Çünki o belə özümü, burada bu məqam var ki, özümü burada məcbur eləyirdim. Ancaq fərdi inkişaf kitabları oxumağa. Bunu əslində başqa bir mövzu kimi danışmaq istəyirdim, amma elə burada da misal çəkmək istəyirəm ki, mən başlayırdım, ancaq fərdi inkişaf bir neçə ildir ki, davamlı olaraq fərdi inkişaf kitabları oxuyuram. Çox az olub ki, araya roman sığdırmışam, hansısa bir romanı oxumuşam və bu romanlar da 4-5 kitab olub ki, kitab şəklində oxumuşam. Çoxunu səsli kitab şəklində qulaq asmışam romanlara. Amma sırf oxuduğum fərdi inkişaf kitabları olub. Və bu fərdi inkişaf kitabları məni bir yerdən sonra artıq bilmirəm, nədənsə yormağa başladı. Çünki fərdi inkişaf kitabı roman kimi deyil ki, başlayasan və axırını çox həvəslə gözləyəsən. Əlbəttə ki, bu da çox maraqlı gəlir insana, amma bir yerdən sonra bu da insanı yorur və artıq sənə sıxıcı gəlməyə başlayır fərdi inkişaf kitabları da ki, artıq mənə də özümü məcbur eləyirdim və ona görə də heç bir halda düşünürəm ki, rutinə çevrilməli olan fəaliyyətlər məcburi halda olanda, ondan zövq almadıqca bu artıq biraz davam elətdirirsən bir həftə, 10 gün, 2 həftə, amma ondan sonra artıq bu məcburidirsə, bundan zövq alma yoxdursa, bir yerdə dayanır artıq. Mən artıq fərdi inkişaf kitabını yarıda saxladım və başladım roman oxumağa. Hansı ki, çox sadə romandan başladım. Deyildi, Saraşionun Parisdən bütün çiçəklər, səhv etmirəmsə, romanın adı belə idi. O kitabı başladım və bir neçə günə qurtardım. Mən də düşünürdüm ki, əslində, mən kitab oxuma vərdişimi yadırğamışam. Mən kitab oxuya bilmirəm artıq, mən çox paslanmışam deyə düşünürdüm və özümdə bir kitab oxuma əksikliyi, özgüvənsizliyi hiss edirdim. Amma baxdım ki, əslində elə deyilmiş. Amma yenidən fərdi inkişaf kitablarına da qayıtmaq istəmirdim. Çünki bilmirəm, nədənsə başlaya bilmədim. Başladım yenidən başqa bir kitaba, romana. O da Mark Levinin Bir-birimizə demədiyimiz sözlər kitabı. Əslində o kitabı başlamışdım, amma bitirə bilməmişdim. Çünki düşünürdüm ki, romanı da oxuyacağım, bitəcək, amma buradan heç nə öyrənməyəcəm. Yəni özümü məcburi də olmasa, məntiqli şəkildə nəsə öyrənməyə fokuslamışdım artıq. Ona görə də bu iki romanı ard-arda oxumaq mənə çox yaxşı təsir elədi 10 gün içində və başa düşdüm ki, əslində mən kitab oxuya bilirmişəm. Kitabı çox tez bitirə bilirmişəm. Sürətli oxum da yadırğamayıb. Sadəcə yorulmuşam eyni məqsədli kitabları ard-arda oxumaqdan. Orada xanım satıcı var və oradan boylanıb mənə baxır. Özümü qəribə hiss edirəm, düzünü desəm. Ona görə də burada mənə çox özgüvən gəldi ki, əslində necə də bəzən dəyişmək,
rutini özünü yox. Məsələn, mən kitab oxumanı yox, kitab oxumanın janrını dəyişdim. Kitabın daha doğrusu janrını dəyişdim. Fərdi inkişaf yox, daha çox romanlara keçdim. Bu da siz hansı kitabı, hansı janrı daha çox sevirsinizsə, bu sizdə daha əlbəttə ki, axışlı başlayacaq, axışlı davam edəcək. Mən bəzən çox yazmaq haqqında çox, hətta həddən artıq çox ətrafımdakılara məsləhət görürəm ki, yazmaq çox yaxşıdır, yazmaq üstünə çox yaxşı hiss elətdirir. Bəzən amma yazmanı da davam elətdirə bilmirəm. Hansı ki, səhər vərəqləri yazırdım. Yəni, heç aranı, belə deyim, aranı uzun müddətli kəsməsəm də, amma bir həftə ara verdiyim olub yazılara və yaxud da ki, bir neçə gün ara verdiyim olub yazılara. Amma bu əlbəttə ki, o demək deyil ki, yazmaqda məcburiyyət var və yaxud da ki, bütün gün yazmalıyıq. Elə bir şey yoxdur. Eləcə də səhər yürüyüşlərdə, məsələn, mənə səhər yürüyüşlərində yaxşı gələn nədir? Mən başa düşdüm ki, səhər yürüyüşlərində məni yoran nə idi? Bütün gün eyni mahnılara qulaq asmaq. Səhər oyanırdım, hər gün eyni mahnılara qulaq asırdım və eyniliyi sevməyən biri kimi bu eyni mahnılarda məni yorurdu. Yaxşı hiss elətdirir. Hansı ki, mən indi səhər yürüyüşü eləyirəm, amma qulağımda qulaqcıq belə taxmıram. Quşların səsi olur, havanın günəş yenicə çıxır. Düzdür, yenicə çıxmır artıq. 5-dən hava açılır, amma yenə də günəşin belə yeni şəfəqləri, yeni doğan günəşin yeni şəfəqlərini görürəm və yaxud da ətrafımda nəyəsə fokuslanmağa çalışıram. Yaşıllığı olsun və yaxud da günəşi olsun, bunlara fokuslanmağa çalışıram. Beləcə artıq bu mənə daha çox zövq verdiyini anlayıram. Hansı ki, əvvəl daha çox sevirdim qulaqcıqda mahnıya qulaq asmağı və yaxud da bir müddət elədim, bunu podkastlara qulaq asırdım, qulağımda qulaqcıq və yaxud da kitaba qulaq asırdım. Amma indi qulaqcıqdan tam istifadə eləmədən sadəcə meditasiyanı sanki oturaq vəziyyətdə heç nə eləmədən yox, bunu yol gedə-gedə eləmək kimi düşünün. Bunu artıq elə eləyirəm. Hansı ki, düşüncələrimi sıfırlayıb, nəfəs alıb verişimi. Bəzən, məsələn, bu günlər səhər oyananda, daha doğrusu səhər yürüyüş eləyəndə elədiyim şey dualar eləmək oldu. Bir neçə duanı təkrar elədim, 7 dəfə şəklində. Bilmirəm, nədənsə bugün ürəyimdən bu gəldi və bunu davam elədim, bunu başladım, elədim. Əslində bir mövzudan başladım, başqa bir mövzuya axdı əslində söhbət. Amma demək istədiyim odur ki, bəzən hamımız ara verə bilirik, hamımız insanıq, hamımız yorula bilirik. Amma əsas olan yenidən başlaya bilməkdir, yenidən davam eləyə bilməkdir, başlayıb və davamiyyəti qoruya bilməkdir. Bəzən bir neçə gün, bir neçə həftə ara verə bilərik nəyəsə və yaxud da bəlkə onu başqa bir şeylə əvəz eləyə bilərik. Amma əsas olan yenidən başlaya bilməkdir mənə görə. Yəni, hər birimizin həyatında yaşadığımız hadisələr tamam fərqlidir. Hər birimizin yaşam tərzi tam fərqlidir. Ona görə də bir-birimizdən nə artığıq, nə əksiyik, sadəcə insanıq hamımız. Hamımızın problemləri var, hamımız nələrsə yaşayırıq həyatımızda. Amma bunların heç biri göstərmir ki, biz birimiz o birimizdən daha az həyatı yaşayırıq. Əslində, həyat bəzən bu quş cıvıltısıdır. Bəzən həyat budur. Hansı ki, bunu uşaqlıqdan eləyirdik biz. O qədər sevirəm ki, indi də uşaqlarla bir yerdə eləyirik. Oğlumla, qızımla. Çox sevinirəm əslində belə xırda, kiçik detallar insanı çox xoşbəxt eləyir. Məni çox xoşbəxt eləyir və indi burada məsələn tutlar düşüb yerə, yeyilməli deyil əslində bunların heç biri. Sadəcə baxanda insan necə gözəldir. Yəni bilmirəm, amma bəzən sadəcə bizi sıxan hadisələrdən, bizi sıxan şeylərdən biraz uzaqlaşmaq insana yaxşı hiss elətdirir və bunu qəbullanmaq
son vaxtlar başa düşürəm ki, özümüzü günahlandırmadan, özümüzü qınamadan, hamımız insanıq nəticədə. Hamımız yaşayırıq bu həyatı və hamımız ilk dəfə yaşayırıq bu həyatı. Necə əslində qəribədir, necə əslində gözəldir ki, hamımız öyrənirik. Bəzən ona görə də bu həyatı yaşayaq. Bu həyatı doya-doya yaşayaq. Ümid edirəm video sizə faydalı oldu. Hansısa bir anı, hansısa bir hissəsi, əlavələriniz varsa dediyim kimi şərh bölməsinə yaza bilərsiniz. Və sizinlə belə danışmaq mənə çox xoşdur. Hansı ki, belə videonu açıb sadəcə düşündüklərimi danışmaq çox yaxşı hiss elətdirdi.